Bugün biz açma və hot dog hazırlayaq birinci dərsimizdə. Gələn dərslərimizdə keçərik kurasanlara. Nələr lazımdır? Tərkibini deyə bilərikmi? Tərkibinə undur, yumurtadır, yağdır, kərə yağıdır, səskadır, pendirdir, ağ pendirdir. Yəni bundan ibarətdir. Qısa konkret də, yəni mən orada durum. Onu inşallah dərs prosesində orada incəliklərə yol veririk. Bir sualım da sizə olacaq. Yaxşı şirniyyatçı olmaq üçün nələri bilmələri önəmlidir tələbələrin? Yaxşı şirniyyatçı olmaq üçün əvvəla bu işi sevməlisən, xəmiri sevməlisən, xəmiri hiss eləməlisən, onu ilə yaşamalısan. Yaxşı şirniyyatçı olmaqdan ötürü. O xəmiri hiss edib yaşamalısan, xəmiri sevməlisən. İstərsə yeməyi, məsəl üçün toyuğa əgər, belə deyim də, toyuq doğrayırıqsa onu hirslə, səni belə olasan, mən yorulmuşam, bunu doğruya, o yemək ola bilməz. Sən ora sevgini, hər bir şey sevgini verməlisən, toyuğu doğrayırsan, bu günləri duz səpirsənsə, əgər qazanıva duz səpirsənsə, hətta onu sevərək səpirsən. Yəni, hikki ilə səpmirsən ki, gələ, bu da duzun. O yemək alına bilməz. O şirniyyat alına bilməz. Xəmiri sevə-sevə. Xəmir yoğrulandan sonra xəmiri sevməlisən. Xəmiri stolun üstünə qoyanda, onu sevə-sevə, onu əzizləyə, o qədər onun nazı ilə oynayırsan ki, sənin bəlkə də bir şey atmamısan, bir ingrediyentini atmamısan, amma o xəmir səndə gözəl alınacaq. Niyə? Çünki sən ona sevgi verirsən. Xəmir obşub bizi eşidir. Belə çıxır. Tamam. Ya Bismillah. Başlayaq dərsimizə. Hər bir şey. Təşəkkür. Buyurun.